Ağdam Sənaye Parkında 30 sahibkarlıq subyektinin rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda fəaliyyət göstərən müəssisələrə investorlar tərəfindən 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda burada 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir. 10 müəssisə üzrə isə layihələndirmə işləri aparılır. Parkda fəaliyyət göstərən müəssisələrdən biri Bafco Invest MMC-nin ayaqqabı fabriki müasir istehsal imkanları ilə seçilir. Müəssisənin istehsal üzrə direktor müavini Musa Alızadə bildirir ki, fabrikdə hazırda 20-yə yaxın ayaqqabı modeli istehsal olunur. Bununla yanaşı müxtəlif rəng və təyinatlı poliuretan çəkmələrin istehsalı da həyata keçirilir. Bafco Invest MMC olaraq artıq bir neçə ölkələrə ixracımızı həyata keçirmişik və bu yaxınlarda yenə Qazaxıstana 8000 cütə yaxın ayaqqabı ixracını həyata keçirdik. Bundan başqa artıq Avropada bir neçə belə deyim sərgilərdə iştirak etmişik, öz məhsullarımızı tanıtmışıq və nümunə olaraq göndərmişik və bununla bağlı çox ciddi müsbət geri dönüşlər almışıq. Burada işçi ayaqqabıları istehsal olunur. Boş saya arxa tərəfdə qoyulur. Burada alt tabana injeksiya olunur. Gəlir burada hazır formada bu şəkildə ayaqqabılar çıxır. Artıq hissəsi kəsilir, arabalara asılır. O tərəfdə də orta tabana injeksiya olunur. Yenə injeksiya olunandan sonra arxa tərəfdən fırlanır, gəlir, bu formada çıxır. Artıq hissələri kəsilərək arabalara asılır. Yəni bunların müəyyən problemləri falan olarsa da monitör vasitəsilə onları aradan qaldırır. Bir ildə burada ayaqqabı fabrikində işlə təmin olunmuşuq. Buna görə də şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin şəfasını versin. Çox yüksək səviyyədə işləyirik. Evlərimiz də çox yüksək səviyyədə evlərlə təmin olunmuşuq. Qeyd edək ki, Bafco Invest MMC-nin ayaqqabı fabrikində xüsusi təyinatlı ayaqqabıların illik istehsal gücü 360 min cüt. Poliuretan çəkmələrin istehsal gücü isə 150 min cüt təşkil edir. Ağdam Sənaye Parkında yaradılan belə müəssisələr göstərir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi yalnız quruculuqla deyil, həm də istehsalın və iqtisadi həyatın yenidən canlanması ilə müşahidə olunur.